İstəyirəm bölüşüm bazarlığımla, baxın nələr almışam. Axşam işdən gələndə yenə də ki, həmişəki kimi belə ketçup. Bizdə Emil ketçupsuz yaşaya bilmir. Əslində mən xoşlamıram, ev ketçupumuz da var, amma bu niyəsə bunu istəyir. Deməli belə süd. Sonra göyərti, yenə börək bişirmək istəyirəm. Çayla içməyi bilmirəm qızlar, nə ilə çay içim. Çay istəyirəm, amma ki, nə içimsə bilmirəm. Bu dəfə belə bir şey tapmışam, banan chips var. Sonra nə almışam? Bu çox xoşlayıram xurma qurusunu. Bundan almışam. Sonra banan və xiyar. Şəkər, tozu, nəsə beynimə düşüb. Evdə bişirilən qənd. İndi istəyirəm onu bişirim. Çekdə göstərim 41 manat 72 qəpik. Lavaş. Bizdə var idi, evdəki xarab olurdu. Ondan indi börək bişirəcəm. Bunu isə saxlayacağım, kim istəsə yeməyə. Bu nədir? Deməli, yağ. Bunu çoxdan axtarırdım. Bu dəfə gördüm ki, burada var badyan. Çox gözəl qoxusu var. Bunu çaya əlavə edirdim həmişə. Amma çoxdan da tapa bilmirdim. Birinci dəfədir bunu gördüm. Ovsyaная krupa. Birinci dəfə görmüşəm və aldım. İndi istəyirəm bundan baxım necə bişirmək olur. Bunu bişirim, baxım dadına. Nəsə bir dəyişiklik olsun. Perlovka axtardım, amma perlovkanı heç yerdə tapmadım. Heç yerdə deyəndə ki, mən bu yaxındakı mağazinə girdim. Orada həmişə var idi, bu dəfə tapa bilmədim. Amma ki, yenə də axtaracağım. Perlovkanı istəyirəm. Pişonu almalıydım qızlar, amma deyəsən pişonunu unutmuşam almağa. Burada da həmişəki kimi Mila kəsmi 4 ədəd 3%lıq. Hər kəsi salamlayıram və xoş gördük deyirəm. Bu isə sabahsı gündür qızlar və hər səhərim demək olar ki, çörəkdən başlayır. Hər olmasa da bir gündən bir artıq çörək bişirirəm. Evdə hamı başlayıb bu çörəyi yeməyə. Əvvəl öyrəşmə biraz çətin idi, amma indi başlamışıq hamımız bunu yeməyə. Axşamdan börək bişirmişdim. Axşam aldığım məhsulları göstərdim və keçən dəfə uşaqlar çox gözəl yedilər deyənə yenə börək bişirdim. Bu dəfə həm ətli, həm də kəsmi idi. Bu da çörəyimin içi idi, biri artıq hazır idi. İndi istəyirəm börəkləri də bura yığım qoyum xaladenikə. Sizdə bilmirəm necədir qızlar, amma məndə belədir ki, əgər nəyisə az bişirsəm, hamısı onu yeyəcək və hələ artıqlaması ilə də belə deyim də əlavə də istəyəcək, amma olmayacaq da ondan. Amma bunu görüb gələn dəfə biraz çox bişirsəm nəyisə ki, keçən dəfə yaxşı idilər, hələ əlavə də istədilər, amma verə bilmədim. İndi bu dəfə çox bişirdim ki, məsəl üçün qoy olsun. Onda da hamısı qalacaq, nəsə bunlar həmən vaxtı yeməyi də istəməyəcəklər. Bilmirəm, ona görə həmişə hərdən bunların üstünə hirslənirəm, deyirəm ki, sizin üçün heç çox bişirməyəcəm, hələ az bişirəcəm ki, istəyə-istəyə qalasınız. Amma ürəyim yenə də dözmür, hərdən yenə də çalışıram ki, görsəm ki, bunlar çox yedilər, dadlı yedilər, xoşlarına gəldi, yenə bişirim. İndi bunu nəyə görə deyirəm? Bu börək ki, keçən dəfə bişirmişdim az, ancaq kəsmiydi. Elə yedilər ki, dedim, yəqin bu bunların ən sevimli yeməklərindən biri olacaq. İndi səhərə də yemişdilər, axşama da yemişdilər. İndi yenə bişirdim ki, səhərə yeyirlər deyənə, dedim ki, qoy səhər yeməkləri olsun. Çox rahat idi, bunlar üçün çıxardıb istəyilib yemək. Bu dəfə də çox bişirdim. Amma ki, deyim sizə, keçən dəfəki kimi dadlı yemədilər. Mən isə bunları hamısını xaladenika yığışdırdım və başlayıram qabları yumağa. Hələ dediyim kimi səhərdir, hamı yatıb, mən isə işlərimin çoxsunu görürəm. Çox xoşlayıram ki, səhər tez durum hamıdan və öz işlərimi görüm. Sonra onlar qalxanda hamısı yuxudan artıq işlərimin yarısı elənmiş olur və mənim üçün də gün ərzində çox rahat olur. Belə böyük qablar olanda onları hamısını əllə yuyuram, çünki qabı yandan yumaq mümkün deyil. Ona görə də hamısını bir əllə yudum bu dəfə. Bilmirəm sizdə necə qızlar, amma məndə bu qabı yan rakovina tez-tez saralır. Və 2 gündən bir, 3 gündən bir vaxtım olan günü, hansı gün ki, çox tələsmirəm, mütləq buranı belə domestosla silirəm. Əslində başqa bir məhlul düzəltmək istəyirdim ki, bu qədər ximikat olmasın. Uksusla, sonra çay sodasıyla, bir də ki, deməli, limon duzu ilə bunları etmək olur. Heç cür vaxt tapa bilmirəm ki. Bunu edim və hazır saxlayım ki, lazım olanda tez götürüb onunla silmək olar. Onunla belə hər gündə silmək olar. Çünki ziyanlı deyil. İndi isə qablar çox olduğu üçün onları da silib yer və yer etmək istəyirəm. Az olanda qablar saxlayıram, öz-özünə quruyurlar və sonra yerinə qoyuram. Bəzilərini silirəm, hansılar ki tam qurumayıb, amma belə çox olanda mütləq silib qoyuram. Çünki burada yer tutmasınlar. Və gördüyünüz kimi qaşıqların yerinə böyük qabları da götürdüm. Burada kompotlar yığılmışdı, çünki Eminlə Kamil kompot istəyirlər, gətirmişdilər və gördüyünüz kimi elə burada qalıb, ancaq gətirməyi xoşlayırlar, amma içməyi yadlarına da düşmür.
Çörəyi də qoydum belə qabda, biraz yumuşaq qalsın. O bir çörək bişənəcək. Mən isə keçirəm peçimin üstünü də silməyə. Peçimin üstünə o qədər çirkli değil. Sadəcə olaraq yenə də əl gəzdirmək istəyirəm. Çünki bugün bütün mətbəxi səliqəyə salmaq istəyirəm. Siz isə mənim bu səsləndirməyimdə yəqin ki, təbiət səslərini də eşidəcəksiniz. Çünki mən kənddə ola bunu sizin üçün səsləndirdim. İstəmədim ki, daha çox gec olsun bu videonun çıxması. Ona görə bu səslər də sizə eşidiləcək. Mən isə həmişəki kimi hər dəfə mətbəxin bir küncünü yığışdırıram. Bu dəfə isə bu belə bir deməli siyirmədir. Burada gördüyünüz kimi çoxlu mənim termoslarım var. Bu termosları hər dəfə uşaqlara alırdım və deyim ki, hansısa tam xarab olub yox. Birindən biraz tökülür, o birisinin rəngi çıxıb və belə bir səbəblərə görə bu termoslar hamısı atılmayıb, qalıb. Atmağa həyifim gəlir. Saxlayanda da bu qədər yer tutur. Amma ümid edirəm ki, bunları yəqin ki, mən kəndə evim tikiləndə ora aparacağım. Kənd yerində məncə hər bir şey lazım olur. Ona görə atmağa əlim gəlmir dediyim kimi. Amma belə də işlədə də bilmirəm. Çünki hər dəfə özlərini təzəsini istəyirlər, təzəsini alırlar. Beləliklə mətbəximi təmizləyib bitirdim. Sadəcə olaraq bu göy qabın içində dünən aldığım yulaf dənləridir. Onları islatmışdım gecədən ki, bugün onlarla bir aş kimi bir şey bişirim. İndi isə xanımlar, bir mövzuya toxunmaq istəyirəm. Qadınlar üçün indi çətindir, yoxsa əvvəllər daha çətin idi? Çox vaxt anamın yaşlarında olan qadınlardan eşidirəm ki, güya biz uşaqlara baxmağı bacarmırıq, halbuki onlar öz dövrlərində hər işə çatmağı və hər şeyi vaxtında etməyi bacarırdılar. Amma mən düşünürəm ki, həm o dövrdə, həm də indi öz üstünlükləri və çatışmamazlıqları var. O vaxt qadınlar üçün həyat daha çətin idi, çünki ev işlərinə kömək edən məişət texnikaları yox idi və uşağa qulluq üçün bu qədər vasitə mövcud değildi. Onlar paltarları əllə yuyurdular, uşağın bezlərini tez-tez dəyişirdilər, onu qundaqlayırlar və bir çox işi öz gücləri ilə görürdülər. Bizim dövrümüzdə isə ev işlərini yüngülləşdirən çoxlu texnika və uşağa qulluq etməyə kömək edən müxtəlif vasitələr var. Amma bilirsinizmi ki, adi parça bezlər uşağın inkişafı üçün bəzən daha faydalı hesab olunur. Keçmişdə uşaqların həyatda oynadığı oyunlar onların fiziki və sosial inkişafına böyük təsir göstərirdi. Oyuncaqların sayı məhdud olduğu üçün uşaqların təxəyyülü və yaradıcılığı daha çox inkişaf edirdi. Onlar özlərini əyləndirməyi bacarırdılar. Əllərinə keçən adi əşyalardan yeni oyunlar və müxtəlif əşyalar düzəldirdilər. Mən öz uşaqlığımı xatırlayıram ki, yayın 3 ayını kənddə keçirirdik, həyətdə tapdığımız hər bir əşya ilə oynayırdıq. Palçıqdan və xırda daşlardan özümüzə balaca evlər düzəldirdik. O vaxt ki, oyunlar bəlkə də sadə idi, amma bizə xəyal qurmağı, yaratmağı və birlikdə vaxt keçirməyi öyrədirdi. İndi isə gəlin bugünkü gündən və müasir dövrün gətirdiyi problemlərdən danışaq. Məsələn, bezləri geniş istifadə olunması səbəbindən bəzi uşaqlar hətta 4 yaşında belə qarşoka, tualetə tam yeyilənə bilmirlər. Çünki uşaq yaş və ya çirkli olduğunu hiss etməyə öyrəşmir. Beyin bu siqnalları əvvəlki kimi qəbul etmir. Bəs bilirsinizmi ki, bəzi musiqili oyuncaqlar da uşağın nitqi inkişafına mənfi təsir göstərə bilər. Xüsusilə də mənası aydın olmayan və ya uşağın başa düşmədiyi dildə mahnılar səsləndirən oyuncaqlar. Uşaq danışmağı ətrafdakindən insanlarla ünsiyyət quraraq və düzgün nitq eşidərək öyrənir. Televizor və telefonlar da ayrıca bir mövzudur. Onlar uşağın yaradıcılığının və təxəyyülünün inkişafına mane olur, asıllıq yarada bilir və sinir sistemini həddindən artıq yükləyə bilir. Kiçik yaşlı uşaqlarda isə hətta nitq inkişafında gecikmələrə səbəb ola bilər. Eyni zamanda tökülməyən xüsusi stəkanlarda uşağın koordinasiya bacarıqlarının inkişafına tam imkan vermir. Bir çox valideynlər uşağın üstünə və ya evi çirkləndirməmək üçün belə stəkanlar istifadə edirlər. Bu mövzuya hələ qayıdacağım, amma sizə istəyirəm deyim ki, mən isə çıxdım, getdim işə. Səhər olduğundan bugün səhər uşaqlarım var idi. Qaydanda görürəm ki, bu gözəllər belə oturublar. Əvvəl bu sumkamın üstündə boz pişiyim oturmuşdu, Sonya. Sonra bu sarı sakit olsa da belə gəldi, bunu qovdu, özü oturdu onun yerinə. Çox təəccübləndim ki, bu da belə şeylər eləyə bilir. Amma baxın ki, bu sumkamın üstündə necə də dalaşırlar və deyim ki, sizə bu sarı pişiyə bu sumka tam yaraşdı, onun rəngindədir. Amma çox gözəldilər. Sizcə gözəldilərmi? Xoşlayırsınızmı siz də heyvanları? Rəylərdə yazın. Qaydan kimi isə başladım bu şkafımı yığışdırmağa. Neçə gündür ki, ürəyimdə idi ki, buranı yığışdırım. Bugün isə planımda var deyənə
gələn kimi bu işə başladım. Çünki axşam 1-də işə gedəcəm. Mən isə bayaqki mövzuya qayıtmaq istəyirəm, çünki mövzu yarımçıq qalmışdı. Televizor və telefon isə çox vaxt uşağı yedirtmək, sakitləşdirmək və ya məşğul etmək üçün vasitəyə çevrilir. Halbuki bu həmişə düzgün yanaşma deyil. Digər tərəfdən bugün bir çox analar işləyir, çünki qadınların böyük hissəsi peşəkar fəaliyyətlə məşğul olmağa üstünlük verir. Keçmişdə isə qadınlar əksəriyyəti işləmirdi və daha çox ev və uşaqlarla məşğul olurdular. Buna görə də bugün iş, ev və uşaq məsuliyyətlərini eyni anda daşımaq kifayət qədər çətindir. Üstəlik hər bir valideyn istəyir ki, övladının hər şeyi olsun. Bu da bəzən bizi həddindən artıq oyuncaq almağa və ya uşaqlara erkən yaşda telefon verməyə sövq edir. Məncə, hər şeydə olduğu kimi burada da qızıl orta tapmaq vacibdir. Nə keçmiş dövr tam ideal idi, nə də bugünkü dövr. Hər zamanın öz üstünlükləri və öz çətinlikləri var. Əsas məsələ onları düzgün qiymətləndirmək və uşaqlarımız üçün ən faydalı olan seçə bilməkdir. Sizdən də xahiş edərəm ki, rəylərdə yazasınız. Bəs siz nə düşünürsünüz bu haqda? Mən isə sizinlə danışa demək olar ki, hər şeyi bitirdim. Qaldı bir nəm salfetka ilə buranı silmək və hər şeyi yerinə qoymaq. Hər şey deyəndə ki, hamısını qoymayacağım, bəzi əşyaları buradan çıxardacağım. Yay paltarlarını asacağım və burada həm yoldaşımın, həm də mənim paltarlarım olduğu üçün yarı-yarı bölürəm. Yarısını onun üçün, o biri yarısını mənim üçün ki, bir şey istəyəndə tez onu tapıb götürə bilək. Əsasən də yoldaşım üçün belə daha rahatdır. Və qeyd eləmək istəyirəm ki, bu aşağıda qoyduğum korobkadır, konteynerdə heç xoşuma gəlmir. İstəyərdim ki, bunları da bir cür konteynerlərdə yığım ki, daha səliqəli görünsün. Sadəcə olaraq bugün buna vaxt tapa bilmədim, amma gələcəkdə mütləq bura konteynerlər alacağım. Həm yuxarıya, həm aşağıya və sizinlə birlikdə bir də bunları yığarıq. Bir də ki, bütün veşilkalar xoşuma gəlmir. Bəziləri çox nazikdir, bəziləri plastikdir. Mən xoşuma gələn deməli veşilkalar dəmirdir və biraz dəmirlə qarışıqları var. Hansından ki, paltarı asanda paltar tökülmür, düşmür. Onların üstü biraz elə bil ki, silikonludur. Onlar da xoşuma gəlir. Və yəqin gələcəkdə bu veşilkaları da hamısını eyni edəcəm. Ortaya pencəkləri və jaketləri yığdım. Sağ qırağa öz paltalarımı yığdım. Sol qırağa isə yoldaşımın köynəklərini yığdım. Daha səliqəli olsun və daha praktik olsun. Beləliklə demək olar ki, mən bitirdim. Bu qapını da açıb bağlayır bu arada Emilçik. Heç cür imkan vermir ki, tez eləyim. Görürsünüz, mən açıram, o bağlayır. Buradan keçmək istəyir hər dəfə və deyir ki, qapını bağla, mən də keçim. Mənim üçün yer qalmır. Beləliklə qızlar buranı yığışdırıb bitirdim. Mənim xoşuma gəldi. Ümid edirəm ki, sizin də xoşunuza gəldi və Emilin də o qədər xoşuna gəldi ki, getdi oturdu şkafın içinə. İndi isə sizin üçün rəqs edir. O qədər xoşu gəlir ki, kameraya onu çəkim. Həm rəqs edir, həm sizlə danışır. Çox aktiv oğlandı bu. Кызлар, это такой фантик, у которого такой, это снежный. И, кстати, это повар. Туда не падают такие, и это пачкается. Просто, чтобы пижама не пачкалась, это всегда надо одевать, чтобы все готовить. Или пирог готовишь, так одеваешь. А мы как раз сейчас пирог готовим, да? Ой, улыбочки, я порвал голос. Ой-ой-ой. Пока, козла. Это пирог. И вот мука. Из нее мы сделали пирог. Посмотрите, написано мука. Это все пироги. Делают из пироги. Или из муки, или из торта. Ну, не знаю, может, из другого торта или piraги. Da. Emilin çıxışından sonra yəqin başa düşdünüz ki, biz piroq bişiririk. Bu piroqu birinci dəfə bişirəcəm. Bu piroqun reseptini YouTube-da tapmışam. Nəyə xoşuma gəldi ki, qızlar bunu buzluqda saxlamaq olur. Ona görə də mən
Bunu mütləq bişirmək istədim ki, mənim də buzluğumda həmişə şirniyyat olsun, istəyəndə tez götürüb bişirib yemək olsun və buna çox vaxt sərf etməmək üçün. Hərdən olur ki, uşaqlar elə bir vaxt istəyir ki, şirniyyat, mənim isə heç bir vaxtım olmur. Ona görə də belə daha yaxşı olar ki, istəyən kimi çıxardıb bişirib yeyəsiniz. Və bu piroqun üstünə nə istəyirsiniz qoya bilərsiniz. Mən bu dəfə kəsmikli eləyirəm. Mənim ümumiyyətlə kəsmikdən çox xoşum gəlir. Uşaqların da ona görə bir dənə piroqun üstündə olacaq kəsmik, qırmızı qaraqat ilə, o birisinin üstündə isə olacaq kəsmik lalə ilə, mak ilə. Yəqin görmüsünüz, mağazinlərdə satılır. Və biri də onunla olacaq. Çox dadlı oldu hər ikisi. Bu öncədən deyim və reseptini də videonun altında saxlayacağım. Hərdən belə deyirəm qızlar, amma unuduram videonun altında saxlamağı. Belə hallarda sizə bu reseptlər lazım olanda mütləq və mütləq yazın. Rəylərdə mən hamıya çalışıram cavab verim və vaxt tapan kimi resepti də bölüşüm. Beləliklə biz götürürük. Gördüyünüz kimi un ilə ev temperaturunda olan yağı qarışdırırıq. İndi isə ayrıca yumurta, şəkər tozu, süd əlavə edirik, qarışdırırıq və bu unun üstünə tökəcəyik və xəmir yoğuracaq. Xəmir olur çox gözəl, elastik, yağlı, pesoçlu testo. Bir də ki, görürsünüz qızlar, mən çalışıram ki, Emil mənimlə bişirmək istəyəndə bir şey, ya da bir şey mənimlə eləmək istəyəndə onunla eləyim. Çünki bilirəm çox adamın səbri çatmır, nəyisə dağıdırlar, nəyisə tökürlər, amma bu uşaqların inkişafı üçün çox gözəldir. Ona görə özünüzdə biraz səbir tapıb, vaxt tapıb, çalışın uşaqlarla birlikdə nəsə eləyəsiniz. Mən bu xəmirdən 4 dənə balaca piroq bişirdim, amma siz bir dənə böyük piroq da bişirə bilərsiniz, ya da ki, mənim bişirdiyim piroqlardan da daha da balaca bişirə bilərsiniz. Bunu öz zövqünüzə görə, özünüz necə istəyirsiniz, elə edə bilərsiniz. Bir də demək istəyirəm ki, bu laləni əvvəlcədən suda islatmaq lazımdır, 1,5 saat. Adi, sadə, soyuq suda isladırsınız. İndi videoda görə bilərsiniz ki, orada qoymuşam, qara qabda olan odur. Və sonra isə bunu süzürük və sadəcə olaraq istədiyimiz bir şirniyyata əlavə edib bişiririk. İndi burada Emil elə də istəyir ki, bu xəmiri iyləsin. Ümumiyyətlə çox xoşlayır şirniyyat bişirəndə, kremdir, xəmirdir, hər bir şeyi iyləsin. Baxsın ki, dadlıdır mı? İyisi yaxşı olanda deyir, çox dadlıdır. Buna vanilin qatmışam, ona görə də iyisi əslində də çox dadlıdır. Görürsünüz onun üzünü nə qədər sevinir ki, çox dadlıdır deyir. Piroqlar isə çox əla alındı. Birinci dəfə bişirdiyimə baxmayaraq çox əladır. Piroqların üstünü də biraz xəmirlə bağlamaq olar, amma mən bu dəfə etmədim. Sadəcə olaraq ancaq altına qoydum xəmiri. Amma Rus piroqlarını görmüşsünüz yəqin, onlar üzərində bağlayırlar. Biraz xəmirin yarı-yarıda bölüb, yarısını altına, yarısını da üstünə eləmək olar. Arasına isə cəm də qoymaq olar, belə də eləmək olur. Burada yenə də öz fantaziyanıza görə, öz zövqünüzə görə eləyə bilərsiniz. Mən isə gördüyünüz kimi piroqu ayrı qrildə bişirdim və baxın nə gözəl alındı, çox gözəl alındı. Çox incə bir xəmir oldu. Kəsmi isə əlavə bir daha da yaxşı bir dad verir və deməyim odur ki, bu piroqu bişirməyə dəyər. 3 dənə də yenə də belə bir piroq oldu. Bunların ikisini qoydum buzluğa, yenə birini isə bişirdim, lalə olanı. Və beləliklə qızlar, bugündən bu qədər. Sizə təşəkkürümü bildirmək istəyirəm ki, məni sonacan izlədiniz, mənimlə qaldınız. Əgər hələ də abunə olmamışsınızsa, abunə olmağı unutmayın. Məni bu daha da çox motivasiya edir ki, sizin üçün gözəl vloqlar çəkim. Və rəylərdə unutmayın, yazın, necə fikirləşirsiniz? Siz hansı dövrün qadınları daha çox çətinliklərdən qarşılaşır? Gələn görüşlərə dək özünüzə yaxşı baxın.